çok danışmaq olar. Ümumiyyətlə bizim Bilman müəllim dediyi hamı qurtuluşla bağlı çox gözəl fikirlər bildirdi. Amma bizim yaralı yerimiz olan orta məktəblərdə baş verən proseslər. Ən birinci, ermənilər biz uşaq idik, 2-ci sinifdə çıxmışıq Qərbazardan, Qovşu kəndindən. Ermənilərin ideologiyası ən böyük uşaqlara təbliğat idi. Bizə deyildilər, hayır. Biz də uşaqlara o tərbiyəni orta məktəbdə verilməlidir ki, uşaqlar bilməlidir, Bilman müəllim qeyd elədi. Deyirsən, Qərb Azərbaycan deyir, İranlısınız. Nədən irəli gəlir? Burada oturan tədrisçilərin bildiyimə görə müəllimələrdir. Hər birinizə təşəkkür edirəm. Yükün ən böyükçü, mən Ziyalı ailəsində böyümüşəm, atam müəllim olub, həkim olub. Biz onu görmüşük ki, müəllimlər bugünkü gündə biz fikirləşirdik ki, müəllim görən dərs oxuyur. Amma təəssüflər olsun ki, bir müəllim nədən irəli gəlir, şaxa-şaxalıqdan kimi var. Bizi döyüblər, çubuqla da döyüblər. Nəyə görə? Çünki o müəllimin əlindən öpürük ki, bizi döyülmüş ki, biz də o nəticəsini əldə etdik ki, oxuduq, təhsil aldık. Bugün də müəllim qorxur ki, uşağa biz çıxmaqlara məni verərlər, hara? Məhkəməyə, polisə. Ona görə də müəllim ehtiyat edir. O baxımdan da hər birinizə təşəkkür edirəm. Amma təbliğatımızı bugün haradan başlanmalıdır? Təhsil ocağına. Təhsil ocağı hər birimizin evidir. Uşaqların evidir. O baxımdan da yük sizin üzərinizə düşür. Hər birinizə təşəkkür edirəm. Bu qurtuluş günümüz mübarək olsun. Yolumuz Qərb Azərbaycanadır.